Köçəri insan qruplarının isə evi yoxdur da. Onlar çadırlarda yaşayırlar. Hətta qədim türklərdən örnək versək, atın üstündə günlərlə, aylarla yol gedirlər. Elə atın üstündə yuxulayırlar. Orada da onun üstündə elə həyatlarını keçirirlər. Və bildirirdi ki, Allaha ibadət etmək üçün, Tanrıya ibadət etmək üçün məhəbbət ideyası məhz oturaq cəmiyyətlərdən çıxıb. Nəyə görə? Çünki hər bir fərdin, hər bir ailənin özünün evi olduğuna görə onlar belə qəbul edirdilər ki, Tanrının da evi olmalıdır. Necə ki, Allah insanı öz surətində yaradıb, insanın evi varsa Tanrının da bu baxımdan evi olmalıdır. Ki, bilinsin ki, ona ibadət etmək üçün hara getmək lazımdır. Köçəri cəmiyyətlərdə isə bu yoxdur da. Yəni, məsələn, qədim türklərdən yenə örnək versək,